Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək. Naxçıvan Biznes Mərkəzində oktyabrın 1-i saat 10:00-da baş tutacaq yarmarkaya Naxçıvan Muxtar Respublikasının işsiz və iş axtaran sakinləri dəvətlidirlər. 20-dən çox işə götürən üzrə 140-a yaxın vakansiya Muxtar Respublika sakinlərinə təqdim ediləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzu olunandır. Yarmarkada iş axtaran və işsiz şəxslərə işə götürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.